Dostlar, sabahınız xeyir olsun. Bugün kənddə 6 gün çəkəcəyik. 6 gün kənddə qalacağıq. Bağı çək, bağı. Bibi oğlumla kənddəyik. Hələ biz Bu tərəfləri çək. pirə Birinci bura baxın. dağa, Buradakı hər yerə Gətir. çıxacağıq. Bu ıspanaqdır. İspanaq, Oradakı şüydür. şüydür. Bu kişniş. Bu reyhan. Kişniş, reyhan. Bu Xiyarlar, buradakı Pomidorlar. pomidorlar. Balaca balaca. bunlar badımcan, biber. Balaca balaca xiyarlar. Gəlin sizə evin arxasını da göstərim. Buranı çək, buranı çək. Baxın. Göy soğan. Uzun göy soğan. Bəli. Evet. Hal-hazırda hava burada. Hər şey təbiidir. Ha- Hər şey. Hal-hazırda hava burada 31 dərəcədir. Gəlin bura, gəlin bura, gəlin. Evin arxasında göstər. Evin arxası. Birinci nanəni çəkək. Baxın bura. Baxın, bu reyhan. Bu Qəşəng reyhan. Budakı bir dənə nanə çıxardım. Hanı nanə? nanələr bunlardır bax. Hansı? Nanələr. Hamısı nanə. Gəlin evin Hər şey təbii. Bu da evin arxa tərəfi. burada biz lobya, yəni lobya yetişdiririk burada. Burada Baxın, bir dəqiqə çək buranı əli. Bax, bunlar lobyadır hamısı sırayla. burada balqabaqlar var. Oranın. Oranlar. Bir dənə də baban orada. Yəni Şamaxının Nabur kəndi çox gözəl bir yerdir. Cənnət kimi bir yerdir. Yəni tövsiyə edirəm. Dağlar səç, dağlara səç. Gəlib burada istirahət etməyi tövsiyə edirəm sizə. Yəni cənnət kimi bir yerdir bura. Baxın dağlara baxın, gözəlliklərə baxın, gözəlliyə. Dağlar. Baxın dağlara. Hər yer yaşıllığı, hər şey təbii. Bəli, hər yer Hər şey. yaşıllıq, təbii. Hələ burada baba piri var. Baba pirinə çıxanda bu gün axşam onun da videosu gələcək inşallah. Bəli. Baxın da. Baba piridir, pir. Belə. Baxa bilərsiniz hər yerə. Bax da göstərim istəyirsiniz sizə. Gəlin. Baxın. Bura bizim bağımız, yaşıllıq. Sol tərəf bostan, Bəli. bura bostan. Bura isə bağdır. Yuxarıda isə üzümlərimiz var. Tunsuz üzümlərdir hamısı. Bəli. O qədər hər şey təbii. Baxın buralara. Yaşa. Burada bulaqdan gələn əsl təmiz sudur. Bəli. Bunlar ağacları var. Orada heyva, alman, nar. Bəli, yəni buralarda hər şey var. Yəni cənnətdir bura. Tövsiyə edirəm gəlib qalmağı. Şamaxının Nabur kəndi və bu günlük videomuza son qoyuruq. Sağ olun. Axşam pirə çıxanda onun da videosunu çəkəcəyik. Sağ olun, salamat qalın.